Adam rəsmən burada, yəni bu dünyada cənnəti yaradıb özü üçün. Bəli, bu dünyanın cənnəti budur, dəyərli izləyicilər. Allah o birisi dünyanın cənnətini də hamıya nəsib eləsin. Bütün divarların Veneçenkadan istifadə ediblər və mərkəzi havalandırma sistemi var. Və burada gözəl bir far lüstru. Bundan əlavə bir dənə burada çox möhtəşəm sensor yaxınlaşanda əl izi ilə açılır, bağlanır ki, siz idman zonasına girə biləsiniz. Və lift. Qalxaq liftdən ikinci mərtəbəyə. Kim deyir, klassik adamı yorur falan. Vallahi tam səmiyyətimlə deyirəm. Mən çox evlərdə oluram, bilirsiniz ki, ən gözəl evlərdə oluram. Amma İtalyan klassikanın insana verdiyi o özgüvən var da, Samatçenko deyirlər ruslar. Onu modern evlər vermir. Modern evlərdə insan biraz daha belə, sadə də deməyək də, biraz özgüvəni zəif olur, aşağı olur. Bu, baqat bir ev. Səsinə baxın. Yəni, badilika söhbəti yoxdur bu evdə. Əgər sənin belə bir villan varsa, nə işin var restoranda filan? İnsan buradan çıxmaz ki, çölə. Düşün, hər bir şəraitin var və sən nə işin var çöldə bayırda. Bugün sizə oliqarx villası təqdim edirəm. Hörmətli izləyicilərim.